Əlinin Kəbədə doğulması barəsində. Yox, Kəbə doğum evi deyil. Kəbə Allahın evidir. Kəbədə heç kim doğulmayıb. Heç kim dünyaya, Peyğəmbərlər Kəbədə dünyaya gəlməyib. Aydındır. Kəbə bizim qibləmizdir. Əli radiyallahu evdə dünyaya gəlir, normal adamlar kimi, başqa özəlliyi yox idi. Kəbədə doğulmayıb. Çünki Kəbə təmiz yerdir, üç qadın da, yəni uşağı dünyaya gətirəndə, yəni bilinən proseslər olur, seçilənməyib Kəbə. Əlhamdülillah. Onlar elə deməklə Kəbənin işlərini azaldırlar. Əgər Kəbədə doğulmağa layiqli bir adam vardısa, o da Muhammed sallallahu əleyhi və səlləm. İndi orada bütlərlə dolu 360 dənə büt var. Hətta. Yəni onlar hamısı cəfəngahdır, yəni uydurma. Allah hidayət etsin. Allah hidayət etsin. Kəbənin divarı çatlayıb deyirlər. Bu Həzrəti Əlinin orada dünyaya gəlməsindən olaydı. Uydurmadır, uydurma. Səhih deyil. Çünki Kəbə hətta müşriklərin vaxtında Kəbəni qoruyurdular, qoymurdular heç kəsi. Hər adam girsin. O ki qaldı Əli ibn Əbi Talib radiyallahu anhu, anası Fatimə girsin orada uşaq doğsun. Əgər bu Kəbənin içində böyük bir fəzilətsə, bunda peyğəmbərlər orada olmalıydı. Muhammed sallallahu əleyhi və səlləm orada olmalıydı. Nə? Yəni Əli Muhammed sallallahu əleyhi və səlləmdən üstün deməyə. علي رضي الله عنه ولد قبل مبعث النبي ب8 سنوات على المشهور. يعني قبل أن يبعث النبي ب8 سنوات. الكعبة حولها وداخلها وفوقها 360 صنم. فهل من الشرف لعلي أن يولد بين الأصنام؟ طيب ما الفضل في هذا؟ ما الفضل في هذا؟ أن المرأة أثناء الولادة تخرج أوساخ من الدماء وغيرها. ولذلك النبي صلى الله عليه وسلم منع الحائض أن تطوف في الكعبة. فكيف تدخل الكعبة نفساء وهي علي بن أبي طالب؟ Talibin Kəbədə doğulması nağıldır. Hə? Əli ibn Əbi Talibin Kəbədə doğulmasının əsli yoxdur. Təsəvvür edin, kim ki bunu çıxardı, hansısa firqə. Təsəvvür edin, Əli ibn Əbi Talibi tərifləmək üçün çıxardılar. Şərəfdir. Şərəfdir, qardaşlar. Əli ibn Əbi Talib doğulanda Peyğəmbər sallallahu əleyhi və səlləmə peyğəmbərlik verilməmişdən səhih rivayətlərə görə 8 il qabaq verilməmişdən peyğəmbəri 8 il qabaq dünyaya gəlib. Əli ibn Əbi Talib. O vaxt Kəbə sağı, solu, üstü, altı, çölü bütlə dolu idi. Yəni bu tarixdir, qardaş. Nəinki sağı, altı, çölü, üstü, bütün hamısı. Və bunlar şərəfdir. Bundan əlavə Peyğəmbər sallallahu əleyhi və səlləm heyzli qadına tavaf eləməyi nəhy, qadağan edib. Hə, sən demək istəyirsən ki, insan anadan olanda anası, qadın nə halda olur? Qan axır, nifas və s. Kəbənin içində şərəfdir bu. Yəni bunu çıxardan adam bu fikirləşməyib ki, bu nəuzubillah, yəni Əli ibn Əbi Talibə məzəmmət deməkdir bu. Bu tərif deyil. Bunun hardadır burada şərəf? Ya Peyğəmbər sallallahu əleyhi və səlləm ona görə tavaf eləməyə verməyib icazə heyzli qadına. Daxil olmağı bəs içəri. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin və sallallahu ala Muhammedin və alihi tahirin və la'nu daimu ala a'daihim ecmaîn. İmam Əmirul Möminin Əlinin əleyhissalam mübarək və səadətli təvəllüd günləri münasibətilə İmam Zaman Əcəlallahu Teala fərəcəhu şərif başda olmaqla bütün əhl-i beyt sevərləri, məxsusən şiələri təbrik edirik. Allah Azza və Cəllə bizi dünya və axirətdə Quran və əhl-i beytdən ayrı salmasın, ilahi əmin. İmam Əlinin əleyhissalam fəzilətlərini gizlədən vəhabilər, bu cahillər və bisavadlar çıxırlar, İmam Əlinin əleyhissalam əleyhinə danışırlar, yəni fəzilətlərini gizlətməyə çalışırlar və hər dəfədə Allah həmd olsun özlərini rüsva edirlər. Bu rüsvaçılıqlarından biri də budur ki, deyirlər İmam Əli əleyhissalam Kəbədə dünyaya gəlməyib və bunu da örtbasır etmək üçün deyirlər Kəbə doğum evi deyil və yaxud orada bütlər var idi, orada doğulmaq şərəf deyil, orada doğulmaq fəzilət isə Peyğəmbər sallallahu aleyhi və aleyh orada doğulmağa layiq idi. Təbii ki, bunu biz deyirik sallallahu aleyhi və aleyh, onlar s.ə.v deyirlər. Və yaxud deyirlər ki, orada doğum olanda, doğuş baş verəndə Kəbəyə hörmətsizlik olur. Bir yandan deyirlər bütlər var idi orada. Yəni şərafətli yer deyildi, digər yandan deyirlər ki, ora qan tökülməməlidir və s. Bu cür özlərini ziddiyyəti danışıb rüsva edirlər. Baxın, biz təbii ki, qeyd edirik ki, Kəbə evində İmam Əlinin əleyhissalam dünyaya gəlməsi oranın doğum evi olması mənasında deyil. Biz dəfələrlə demişik, bir insan bir dəfə bir hadisə baş verirsə, Kəbə evində uşaq dünyaya gətirirsə, bu demək deyil ki, orada doğum evidir. Doğum evi odur ki, orada daimi olaraq uşaq dünyaya gəlir. İkinci məsələ, həmin
Kəbə evində dünyaya gəlmə məsələsi Əhlüsünnə alimlərindən olan Hakim Nisaburi'nin kitabında gəlir. Əl-Mustədrək alə Sahihayn kitabı, Hakim Nisaburi'nin kitabı, Dirasə və Təhqiq Mustafa Abdülqadir Ata, 3-cü cild, Darul Kutub el-Alimiyyə tərəfindən çap olunan nüsxədə səhifə 550, hədisin rəqəmi 6044. Deyir ki, وَقَدْ تَوَاتَرَتِ الْأَخْبَارُ أَنَّ فَاطِمَةَ بِنْتَ أَسَدْ سَلَامُ اللّٰهِ عَلَيْهَا ولدت أمير المؤمنين علي بن أبي طالب كرم الله وجهه في جوف الكعبة. Hakim Nişapuri deyir ki, xəbərlər təvatür həddə gəlib çatıb. Təvatür bir həddir ki, o qədər çox yayılıb ki, o qədər çox insan nəql edib ki, artıq yalana yer yoxdur. Onların yalan üzərində ittifaq eləməsi mümkün deyil. Deyir ki, təvatür həddə xəbərlər yayılıb ki, Fatimə bintu Əsəd, İmam Əlinin anası aleyhisselam, İmam Əlini Kəbədə dünyaya gətirib. Və hədisin zeylində təlxisdə Şəmsüddin Zəhəbinin rəyini gətiriblər. O da bunu zəif hesab etmir. Bu kitaba baxsanız, həmin Əl-Mustədrək alə Sahihayn kitabı, aşağıda zeylində, haşiyədə Şəmsüddin Zəhəbi rical alimidir, Vəhabilərin, Sünnilərin rical alimidir, İbn Teymiyyənin də tələbəsidir. Orada bəzi hədisləri ki, Hakim Nişapuri səhih hesab edib, onları onun rəyinə görə, Zəhəbinin rəyinə görə zəif olanda, uydurma olanda qeyd edilir təlxisdə. Amma burada bu rivayətin zeylində 6044 rəqəmli rivayətin zeylində deyir ki, qalə fit təlxisi qaləl hakimu, hakimin həmin o sözünü rivayət edir və zəifdir, uydurmadır demir. Bundan əlavə mən bu hissəni qoyuram kənara. Vəhabilərə sən 100 dəfə dedi, onsa qəbul etmirlərsə etməyəcəklər. Yəni İmam Əlinin əleyhissalam Kəbədə dünyaya gəlməsi. Mən istəyirəm onların cahilliyinə, onların yalanlarına, özlərini necə rüsva etmələrinə diqqət çəkin. Baxın, yalanlarından biri budur ki, Kəbə evi doğum evi deyil. Yəni orada heç kim dünyaya gələ bilməz. Amma biz baxırıq İslam Web.net saytında bir sual veriblər ki, mən huvə sahabiyyullezi vulidə fi cəufil Kəbə. Kəbənin daxilinə dünyaya gələn sahabinin adı nədir? Cavabda deyir ki, fəs-sahabiyyullezi vulidə fi cəufil Kəbəti huvə Hakim ibn Hizam. Deyir, Kəbənin daxilinə dünyaya gələn sahabə Həkim ibn Hizamdır. Nassa alə zəlikə muslimun fi sahihihi. Müslim öz səhihində bunu açıq-aşkar qeyd edib. Nə deyib? Deyib ki, vulidə Hakim ibn Hizam fi cəufil Kəbə. Deyir, Hizam, Həkim ibn Hizam Kəbənin daxilində dünyaya gəlib. Həzrət Əlinin Kəbədə doğulması barəsində. Yox, Kəbə doğum evi deyil. Əli radiyallahu evdə dünyaya gəlir, normal adamlar kimi. Əli radiyallahu evdə dünyaya gəlir, normal adamlar kimi. Baxın, o cahillər ki, deyirlər Kəbə doğum evi deyil, deməli, Müslimə irad tuturlar. Deməli, onda belə bir hadisə heç kəsdən baş verməməlidir, amma görürsünüz ki, belə bir hadisə baş verib. İndi gəlin görək, ümumiyyətlə, bu hadisə ki, baş verib, şərəfdir yoxsa yox deyirlər, axı, bu şərəfdir, bəgər, bütlər var idi orada və s. Güəndi bu sözlərlə onun orada doğulmasının şərafətli olmadığını ispat etməyə çalışırlar. Onlar elə deməyən Kəbənin işlərini azaldırlar. Əgər Kəbədə doğulmağa layiqli bir adam vardısa, o da Muhammed sallallahu aleyhi. Doğru bütlərlə dolu 360 dənə büt var. Hətta. Yəni o hamısı cəfəngahdır, yəni uydurma. Allah hidaət eləsin. Baxın, Müslimdən qeyd etdik. Sayt dedi ki, Müslimdə bu rivayət gəlib. Həmin Müslimin şərhi var, Sahih-u Müslim bi Şərh-i Nəvəvi. İmam Nəvəvilərinin kitabıdır. Darul Kutub el-Alimiyyə tərəfindən çap edilən nüsxə. İmam Nəvəvi o kəsdir ki, azğın, batil vəhabilər kimi, mücəssimə vəhabilər kimi, baldırpərəst vəhabilər kimi Allahın enib qalxma məsələsini, əli, gözü, bu məsələləri inkar edir. Amma vəhabilər ondan əl çəkə bilmirlər. Ona qalsa o da bidət əhlidir onda, müşəbbihədə deyirlər, yox. Daha doğrusu o da bidət əhli olmalıdır. Əsma və sifətlərdə vəhabilər kimi düşünmür, şiyələr kimi düşünür, sünnilər kimi düşünür. Amma vəhabilər ondan əl çəkmirlər, onu özlərini imamı hesab edirlər. Bu kitabda Sahih-u Müslim bi Şərh-i Nəvəvi, Darul Kutub el-Alimiyyə tərəfindən çap edilən nüsxə 1-ci cild, səhifə 122-də. Deyir ki, وَفِيهِ Həkim ibn Hizamin əs-sahabiyyu. Deyir ki, Həkim ibn Hizam, sahabi, radiyallahu anhu, deyir Allah ondan razı olsun. وَمِنْ مَنَاقِبِهِ أَنَّهُ وُلِدَ فِي الْكَعْبَةِ. Onun deyir, mənqəbələrindən, yəni fəzilətlərindən biri budur ki, o, Kəbədə dünyaya göz açıb. Baxın, indi gəlin görək mənqəbə nə olan şeydir ki, İmam Nəvəvi deyir ki, وَمِنْ مَنَاقِبِهِ Tuhvətül Əhvəzi kitabına müraciət edirik. Şərh-u Cami-i Tirmizi, Tirmizin şərhidir, Mübarək Furun kitabıdır. 10-cu ildə müraciət edirik, Darul Fikir tərəfindən çap edilən nüsxə. Səhifə 74-də deyir, Əbvabul Mənaqibi, mənaqib babları.
bu barədə danışır. Deyir, cəm'ul mənqəbəti, mənaqib mənqəbənin cəmidir. Və hiyəş-şərəfu vəl-fadilətu. O şərəf və fəzilətdir, üstünlükdir. Cahil balaca Vahabi saxtakar copy-paste öz şeyxindən kopyalır, deyir ki, bu şərəfdir. Orada bütlər var idi və sair var idi. علي رضي الله عنه ولد قبل مبعث النبي ب8 سنوات على المشهور. الكعبة حولها وداخلها وفوقها 360 صنم. فهل من الشرف لعلي أن يولد بين الأصنام؟ Təsəvvür edin, kim ki bunu çıxardı, hansısa firqə. Təsəvvür edin, Əli ibn Əbi Talib tərifləmək üçün çıxardıblar. Bu şərəfdir. Bu şərəfdir, qardaşlar. Əli ibn Əbi Talib doğulanda Peyğəmbər sallallahu aleyhi ve sellemə Peyğəmbərlik verilməmişdən səhih rivayətlərə görə 8 il qabaq verilməmişdən Peyğəmbəri 8 il qabaq dünyaya gəlib. Əli ibn Əbi Talib. O vaxt Kəbə sağı, solu, üstü, altı, çölü bütlə dolu idi. Yəni bu tarixdir, qardaş. Nəinki sağı, altı, çölü, üstü, bütün hamısı. Yəni uşağı dünyaya gətirəndə, yəni bilinən proseslər olur, seçilənməyib Kəbə. Elhamdülillah. Onlar elə deməklə Kəbənin işlərini azaldırlar. Əgər Kəbədə doğulmağa layiqli bir adam vardısa, o da Muhammed sallallahu aleyhi ve sellem. Doğru bütlərlə dolu 360 dənə büt var. Hətta. Deməli, bu şərəfdir. O boyda İmam Nəvəvi deyir, şərəfdir. Bunlar atlanıblar, ortaya deyirlər ki, bu məgər şərəfdir. O ki, qaldı ki, deyirlər ki, bu fəzilət olsaydı Peyğəmbər Kəbədə dünyaya gələrdi. Baxın, bu cahillər anlamırlar ki, biz bundan qabaqçı bəhsləyə cavab vermişik ki, bəzi vaxtlarda Ömər bir söz deyir, Peyğəmbər bir söz deyir, Buxarının üstündə gəlir, Ömər deyən düz çıxır. Əgər bu Kəbənin içində böyük bir fəzilətsə, bunda Peyğəmbərlər orada olmalıydı. Muhammed sallallahu aleyhi ve sellem orada olmalıydı. Nə? Yəni Əli Muhammed sallallahu aleyhi ve sellemlə üstün deməyə. Sahih Müslim kitabına müraciət edirik. Darut Hibə tərəfindən çap olunan nüsxə Faryabinin təhqiqi səhifə 843. Hədisin rəqəmi 1763. Burada deyir ki, uzun bir rivayətdir. Xülasəsi bundan ibarətdir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm əsirləri tuturlar döyüşdə və Ömər təklif verir ki, bunların boynunu vuraq. Peyğəmbər razılaşmır. Sonra Ömər gəlir, görür ki, Peyğəmbər və Əbu Bəkir ağlayır. Səbəbini soruşanda məlum olur ki, sən demə Ömərin sözünə qulaq asmayıblar. Müşrikləri buraxıblar və Allah Azza və Cəllə ayə indirib Peyğəmbəri və Əbu Bəkir məzəmmət edir. Əgər Allahın sözünə uyğun söz demək fəziləti varsa, niyə bu Peyğəmbərə şamil deyil, Peyğəmbərə nəsib olmayıb, Ömərə nəsib olub? Bu bir. İkincisi də onda buyurun Müslimdəki məsələyə cavab verin. İmam Nəvəvi deyir ki, onun mənqəbələrindən biri budur ki, Kəbədə dünyaya gəlib. Yaxşı onda siz İmam Nəvəviyə, Müslimə irad bildirin ki, əgər belə bir şey fəzilət olsaydı bu, Peyğəmbərin başına gəlməli idi. Vəlhamdülillahi Rabbil aləmin və sallallahu alə Muhammedin və alihi tahirin.